Əlbəttə, Ermənistanın əsas məqsədi diqqəti yayındırmaq, müxtəlif manipulyasiyalar etmək və revanş üçün bazisi formalaşdırmaqdır. Yəni, gələcək nəsillərin hazırki vəziyyəti dəyişmək uğrunda mübarizəsinə rəvac verməkdir. Azərbaycan isə buna imkan vermir və bütün məsələləri, bütün problemləri, bütün revanş elementlərini bir vahid, bölünməz bir prosesin içində həll etmək niyyəti vardır. Bəli, sülh müqaviləsi layihəsinin maddələri razılaşdırılıb, amma tələblərimiz var və bu tələblər də legitimdir, beynəlxalq hüquqa əsaslanır, ədalətə söykənir və bu tələblər dəfələrlə ifadə olunmuşdur. Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. Və söylədiyiniz kimi Minsk qrupunu iki dövlətin siyasi iradəsi ilə bir vahid sənəddə ləğv etmək elə də asan məsələ deyil. Çünki burada xüsusilə vurğulamaq lazımdır ki, ATƏT-in özü Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı konsensus əsasında fəaliyyət göstərir. Burada bütün dövlətlərin bu məsələyə səs verməsi önəmlidir. Bəli, ola bilsin ki, 92-ci ildə onun yaradılışında qanun pozuntuları olub. Bu məsələləri biz dərindən əlbəttə ki, araşdırmışıq 30 il ərzində. Amma hazırki vəziyyətdə bu qrup fəaliyyət göstərirdi. İndi yeni reallıqlarda ona heç bir lüzum yoxdur. Bunun dəyişdirilməsi üçün hər iki dövlətin status quo-nu dəyişmək yönündə ATƏT-in katibliyinə müraciəti önəmlidir və orada artıq vahid bir mövqe ilə bu hazırki vəziyyətin və mandatın ləğv edilməsi prosesi həyata keçirilə bilər. Amma məsələ bundan ibarətdir ki, Azərbaycan burada dəfələrlə bəyan etsə ki, Ermənistan tərəfi ATƏT-ə müraciət etməlidir ki, Minsk qrupunun buraxılması ilə bağlı heç bir praktiki addım yoxdur. Yəni, bəyanatlar səviyyəsindən digər biz mərhələni görmürük və praktiki addımlar atılmır. Ona görə də burada iki dövlətin ATƏT-ə müraciəti önəmli xarakter daşıyır. Konstitusiyaya gəldikdə isə burada Azərbaycan konstitusiyasında Ermənistana qarşı hansısa ərazi iddiası yoxdur. Bəli, biz Cümhuriyyətin varisiyik, bu doğrudur və yaxşı ki, bizim qurucu babalarımız 20-ci əsrin əvvəllərində bu dövləti formalaşdırıblar, 23 ay fəaliyyət göstərsə də hazırda biz müstəqilliyimizi bərpa etmişik 91-ci ilin 18 oktyabr tarixindən, amma bizim Ermənistanda daxil olmaqla hansısa dövlətə qarşı ərazi iddiası irəli sürmürük. Bütün məsələləri sülh yolu ilə, dinc yolla həll etmək istəyir. Ermənistanda vəziyyət tamamilə fərqlidir. Ermənistan konstitusiyasında müstəqillik haqqında bəyannaməyə istinad edilir. Orada isə bu qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin verdiyi qərar əsasında Miatsum hərəkatına istinad edilir ki, Qarabağ Ermənistanla birləşdirilmişdir. Bu, əlbəttə, Azərbaycana qarşı ərazi iddialarının hüquqi zəmində hələ də saxlanılması anlamını verir və bunu dəyişdirilməsi lazımdır və nəinki konstitusiya dəyişdirilməsi, eləcə də digər normativ hüquqi aktlar var. Məsəl üçün, Ermənistanın milli müstəqillik haqqında təhlükəsizlik konsepsiyası vardır və Paşinyan hakimiyyətə gəldikdən sonra o dəyişdirilmişdir. Xatırlayıram ki, onun şərhini də Azərbaycanda ekspertlər, rəsmilər, prezidentin köməkçisi geniş şəkildə dərc etmişdir və orada bütün konsepsiya tamamilə mifə, uydurmaya və tarixin təhrifinə yönəlmişdir. Yəni, bütün konstitusiya başda olmaqla, anayasa başda olmaqla digər normativ hüquqi sənədlərin dəyişdirilməsi önəmlidir. Və Azərbaycan tərəfinin burada danışıqlarda irəli sürdüyü iki tələb var. Mən elə düşünürəm ki, digər məsələlər də var ki, onlar da öz həllini tapmalıdır. Bəli, bunlar hələ indi danışıqlar mərhələsində ifadə olunmur, amma hələ də qondarma qurumun nümayəndəliyi Ermənistanda fəaliyyət göstərir və vaxtaşırı qapılarını açır, müxtəlif tədbirlər, müxtəlif görüşlər keçirilir. Hələ də Ermənistan parlamenti ilə qondarma qurumu parlament arasında dostluq qrupu fəaliyyət göstərir və bunun buraxılması üçün Ermənistan parlamentinin spikeri Alen Simonyan praktiki addımlar atmalıdır. Hələ də Qarabağdan könüllü olaraq köçən ermənilərin hüquqlarının müdafiəsi komitəsi adı altında bir institut formalaşdırılıb və onun da rəhbəri Ermənistanın keçmiş Xarici İşlər Naziri Vardan Asqanyandır, hansı ki, bu danışıqlar prosesində iştirak edir və o danışıqlar prosesi də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiq edirdi. Yəni, burada başqa məsələlər də vardır ki, onlar da vaxtaşırı mediada əks olunur və onları tamamilə ləğv etmək lazım. Yəni, imitasiya edib danışıqlarda
mövqe nümayiş etdirib. Sülh müqaviləsinin yalnız ən əsas problem kimi harada və nə zaman imzalanması məsələsini ortaya atmaq mənə elə gəlir ki, ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.